Burada pasiyentin bir balaca diş kökünü görürük. Deyir ki, o vaxt dişi çəkəndə qırıblar qalıb burada. Ondan əlavə rentgende də görək. Arxa tərəfdə də ağıl dişi var. Burada da iki dişin kötükləri var. Bu kötükləri çəkəcəyik. Amma bax balaca bir hissə görünür. Halbuki rentgende nə boyda böyük bir hissə var altda. İki dənə kök var deyir. O vaxt dişi çəkəndə oradan qırıb qoyublar. Danışmaq istəyirsiniz necə olubsa? Bəli, 4 ildir diş qırıq qalıb içəridə, iltihab eləyib artıq. Niyə qorxursunuz? Niyə qorxudan əsirsiniz belə? Diş çəkimindən qorxuram. Hara getmişəm ki, etməyibdi. Keyitməyiblər ona Xeyr, görə. bəli. O vaxtı o ağrı olubmu o dişi qıranda, qırılanda? bəli, Ondan bəli. sonra qorxursunuz da belə, hə? Bəli. Dayanmadan bayaqdan əsir qız deyir ki, qorxuram, dəhşət qorxuram deyir. Neyini çəkək? Bəli. Amma ağrı olmasın. Ağrı var mı belə? Neçə ildir ki, sınıb qalmış dişin köküdür. Bap balaca bir hissə görünürdü. Belə böyükdür amma limfalarını da şişdirib. Digər diş kötüyü və kistalaşmış, iltihaplaşmış bu toxmaları da götürək buradan. Neçə illərdir ki, pasiyent bundan əziyyət çəkir. Elədir. Yerini tərtəmiz təmizlədik. Heç bir şeyimiz də yox. Rahatlıqla qurtardıq. Bağlayırıq. Bağlayın, sıxın. Ağrı olmadı. Qorxmağa dəydi. Yox. Uzaqlardan gəlməyə dəydi. Pasiyent Bakı kəndlərindən gəlmişdi. Deməli, öncədən dişi çəkəndə qırılmış. 4 ildə elə qalıb. Artıq iltihab verir, limfalar falan şişir. Ona görə həmin kötükləri çəkmək istədik.